Bəli. Deməli, uşaqlar, 15 gün ərzində müəyyən qədər testlər işlədiyiniz WhatsApp-da göndərilən və eyni zamanda qeydiyyat prosesi tamamlandı. Hamınıza aşağı-yuxarı istifadəçi adı və parol göndərildi. İstifadəçi adı və parol nədir? Bu, hal-hazırda istifadə edəcəyimiz Edisoft proqramının istifadəçi adı və paroldur. Yəni, bu hal-hazırda gördüyünüz sistemin istifadəçi adı və paroldur. Bunu nə üçün istifadə edirik? İlk öncə valideynlərimiz şagirdlərin haqqında məlumatları öyrənmək üçün. Müəllim nə dərs verib, şagirdin nəticəsi necədir, tapşırıqları necə yazıb, imtahanlardan neçə alıb, valideynlər avtomatik olaraq bu sistemdə görəcəklər. Həmən o biz göndərdiyimiz istifadəçi adı və parolu bura yazmaqla, yəni o sistemə daxil olub oradakı məlumatlara baxa bilərsiniz. Burada deməli 2 dənə ən önəmli məsələ var ki, buna özəlliklə diqqət etməniz lazımdır. Şagirdlər buradan imtahana girəcəklər. İkinci bir mərhələdə isə WhatsApp mesajlarının bəziləri, xüsusilə ödənişlərlə bağlı, ondan sonra şagirdin nəticələri ilə bağlı olan dərsdə iştirak etdi, etmədi və s. kimi mesajlar bu sistem üzərindən gəlir deyə bu sistemi yaxşı bilməniz lazım. Burada nə etməmiz lazım? Ən önəmli hal-hazırda önümüzdəki günlərdə keçiriləcək olan imtahanlarda şagirdlər bu imtahanı necə yazacaqlarını, bu sistemdən necə istifadə edəcəklərini öyrənməsi üçün bura diqqətlə baxmanız lazım. Deməli, sizə göndərdiyimiz istifadəçi adı və parolu bura daxil edirsiniz. Hansı ki, biz onu sizin qeyd etdiyiniz valideyn WhatsApp nömrələrinə göndərmişik. Yəni, ola bilsin ki, şagirdin nömrəsinə gəlməyib, valideynin nömrəsinə baxsanız, valideynin WhatsApp nömrəsinə baxsanız, orada şagirdin adı soyadına uyğun olaraq istifadəçi adı və parol gəlir. Hal-hazırda burada test deyilən bir şagird səhifəsi açmışıq. Daxil oluruq. Qabağımıza belə bir sistemdə ekran çıxır ki, burada biz nələrə diqqət eləməmiz lazım. İlk öncə, məsələn, bu test şagirdimiz Mətanət müəllimənin dərsinə qoşulub. Siz də, məsələn, orada Fuad müəllimə, Murad müəllimə neçə dənə dərsə qoşulduğunuzu burada ümumi olaraq görərsiniz. Sol tərəfdə ümumi olaraq sizin nəticəniz, yəni imtahanlar olaraq və yaxud da ki, müəllimlərin bildirdiyi rəyə uyğun olaraq sizin nəticəniz, belə desək ki, görsənir və bura daxil olduqda isə aktiv olan imtahan varmı, yoxmu onu görürsünüz. Görürsünüz, məsələn, burada bax, aktiv imtahan bölməsinə daxil olanda qabağınıza bir dənə known, yəni isim olaraq bir sıradan test bir imtahan çıxır. Burada imtahana başla dediyiniz an imtahana başlayasınız. Bu aşağıda gördüyünüz hissədə isə bu sıralamadakı yerində sinifiniz və yaxud da ki, o Winston-dakı neçənci yerdəsiniz, 1-ci, 2-ci, 20-ci, 50-ci yerdəsiniz və onu görə bilərsiniz. Yəni, burada da gördüyünüz kimi daxil olanda belə bir səhifə açılır. Birinci yerə, məsələn, bu X hər hansısa bir test şagirddir. 13 dənə imtahanda iştirak edib, ümumi balı 80.69-dur 100 üzərindən və birinci yer odur. Test isə imtahana girməyib 0-dır, məcburi sistem avtomatik olaraq 2 dəyərləndirir. Bu, sizin sistemdə, yəni Winston-da topladığınız bala uyğun olaraq neçənci yerdə olduğunuzu göstərir. Tədris prosesinə daxil olanda isə tədris bölməsində sizin dərsləriniz, dərs siyahınız, dərs cədvəliniz, dərs günləriniz, indi hal-hazırda bir dənə yay dərsinə qoşulmusunuz deyə yəni ehtiyac yoxdur bunu istifadə eləmək, amma sizin yəni dərsləriniz barədə, dərs saatları, günləri, müəllimlər barədə məlumatlar buradadır. Davamiyyətlə bağlı isə müəllimlər əgər sizin haqqınızda hansısa bir iştirak etdi, etmədi deyə yazdıqda neçə dərsdə iştirak etmisiniz burada göstərəcək. Müəllimin qeydləri isə müəllimlər ola bilsin ki, məsəl üçün hər hansısa bir şagird haqqında dərsə oxudu, çalışmadı ya da yaxşı oxudu kimi qeydlər yaza bilərsə, valideynlər burada müəllimin qeydlərinə daxil olub, orada şagird, yəni övladları haqqında məlumatları ala bilərlər. Burada ev tapşırıqları bölməsi var ki, müəllimlər sizə ev tapşırığı göndərə bilərlər. Bu tapşırıq bölməsinə daxil olursunuzsa, burada məsələn şablon bir tapşırıq var. Oxuma, test, tələbənin adı. Bura artıq göndərilir. Deyəlim ki, bura daxil olduğunuz an
nə var? Hə, tapşırığın məzmunudur, PDF-dir və yaxud da ki, şəkili yazmısınız, tapşırığın şəklini çəkirsiniz, bura yüklüyorsunuz. İzah verirsiniz ki, müəllim, mən bu dərsi 30 dənə sual işlədim, nəticələr budur. Göndər dediyiniz an avtomatik olaraq müəllimə mesaj gedəcək ki, tapşırığı cavablandırın. İndi bunlar öz növbəsində. Gələlim əsas məsələyə ki, imtahan məsələsi. Çünki siz yaxın bir neçə saat içində bir test imtahanı, daha sonra isə 15 gün ərzində keçmiş olduğunuz dərslərdən Fuad müəllimcinin göndərmiş olduğu imtahanları işləyəsiniz. Burada imtahanlar necə işləyəcəyinizlə bağlı mən sizə məlumat verim. İmtahanlar bölməsində görürsünüz ki, imtahanlar, imtahan nəticələri, imtahan göstəricisi deyilən bir 3 dənə panel açılır. Siz imtahanlara daxil olduğunuzda neçə dənə imtahan var? Hal-hazırda bir dənə imtahan var. O da aktivdir. Bax, yaşıl rənglər isə aktivdir. Nə vaxt imtahanın tarixi? Bu tarixdə əlavə olunub. Bu tarixdə qədər işləyə bilərsiniz və nəticələriniz isə bu tarixdən etibarən olacaq, görsənəcək. Burada avtomatik olaraq imtahana başla deyirik. Bax, daxil olduğumuz təqdirdə özəlliklə şagirdlər bura diqqət eləsinlər ki, imtahana girdiniz, çıxdınızsa, avtomatik heç nə yazmadınızsa, sistem 0 deyə dəyərləndirəcək. Sizi köçürdüyünüzü nəzərə alaraq nəticənizi 0 deyə göstərəcək. İndi imtahana daxil oldum mən məsələn. İmtahana başlayırıq. Bəli. Hal-hazırda hər halda internetlə bağlı mı, ya da nəsə bir şeylə imtahana daxil ola bilmirəm. Daxil olduq. Gördünüz uşaqlar, burada imtahanın tarixi göstərir. Yəni, neçə dəqiqə vaxtımız var. İmtahana bir dəfə daxil ola bilirik. İkinci səfər sualları görəndən sonra o imtahanın mənası olmur. Bax, buradakı start exam, yəni bunlarla tanış olduq. Start dedik. Başladıq. Suallar artıq görsənib. Baxın, neçədən sual? 4 dənə sual var. 30 dəqiqə vaxtımız var. Burada daxil olduq. Deyəlim ki, burada hər hansısa bir sual yazıb ki, məsələn, aşağıdakılardan hansı isimdir, məsələn. Burada deyərəm ki, kitab yazdıq. Sonra keçdik. Burada indi məsəl üçün hər hansı bir sual yazılıb. Orada məsəl üçün, baxın, yumuru olanlarda bir dənə cavab seçə bilirsiniz. Multi-choice deyirlər. Bu dördbucaq görsənənlərdə isə 2 dənə sual, 3 dənə sual seçə bilirsiniz. Məsələn, deyəlim ki, burada seçdik 3 dənə sual, 3-ü də düzdür. 3 dənə cavabı var məsələn bu sualın. Ondan sonra deyəlim ki, true, false, not given. Məsələn, sualdır, false-dur məsələn, yanlışdır, seçdik. Sual, məsələn, deyir ki, Əlinin atasının adı Hüseyndir. Əgər doğrudursa true, yanlışdırsa false. Əgər heç bir məlumat yoxdursa not given deyə yaza bilərsiniz. Məsələn. Ondan sonra açıq sualdır. Açıq sualda hər hansısa bir mətn yazırsınız və yaxud da ki, kompüterdən də yaza bilərsiniz. Nə bilim, ondan sonra telefondan da istifadə edə bilərsiniz, planşetlərdən də istifadə edə bilərsiniz. Mətninizi yazdınız, məsələn, mətnin 50 sözündən 500 söz arasında olan bir mətn yazdınız deyəlim. Ən sonda isə gözdən keçirirsiniz. Baxırsınız ki, amma məsəl üçün bir dənə bura baxın, mən məsələn buradan harasa çıxsam burada, avtomatik olaraq gördünüz nə gəlir? Baxın, bir dənə şansım var ki, 5 saniyəlik, əgər çıxsaq, sistem bizi atacaq. Başa düşdünüz nə? Yəni, bu imtahandan başqa, ay ChatGPT-ni açasınız, ay nə bilim, orada başqa bir şəkildə köçürəsiniz, başqa bir yerə, səhifəyə, internetə daxil olasınız, belə bir şey yoxdur. Bir dəfə girdiniz an, 5 saniyə içində sizi kilitləyir və sistemdən atır. Ən sonunda bu təsdiq etdiyiniz an, təsdiq. Artıq imtahan bitdi. İmtahan bitəndən sonra çıxırsınız və nəticəniz göz önündədir. Baxın, imtahan nəticələri, buradan da daxil olarsınız, imtahan nəticələri bölməsinə. Daxil olduq, bir düz
bir section 1-də 3 düzümüz var, bir səhvimiz var, 2 bal toplamışıq. Burada artıq göstərir ki, baxın, imtahan müddətində biz başqa bir yerə daxil olmuşuq. Yəni, köçürməyə cəhd eləmişik. Bunlar belə sistemdə düşür ki, siz neçə dəfə köçürmək istəmirsiniz. Anlata bildim mi? Ona görə biz bunları valideynlərlə paylaşacağıq. Şagird köçürmək istəyib və s. Amma siz şagirdləri köçürmək eləməyin qətiyyən, çünki özünüzü aldadırsınız. Burada deməli, daxil olduğu imtahanda, baxın, 50% nəticəmiz var. Nə hansı sualda, harada səhv yazdığımızda isə indi baxıb burada sistemimizə göstərəcək. Görürsünüz, burada analiz bölməsinə daxil olduğunuz an, imtahanda neçədə, bu imtahan, bir imtahanda neçə yazdığımızı avtomatik olaraq göstərir. 2 balımız var. İndi burada, imtahan göstəriciləri bölməsində isə bayaq dediyimiz kimi, məsələn, siz 10 dənə imtahana girmişsiniz, birincidən 10 bal almışsınız, ikincidən 20 bal almışsınız, 30 bal. Burada siz valideyn baxanda görəcək ki, uşağın nəticəsi qalxıbmı, azalıbmı və s. Deməli, belə. İndi deməli, burada girdiyiniz an, uşaq nə etmək istədiyini göstərir. Məsəl üçün, saat filan saniyədə, filan saatda tab düyməsinə Windows'un başqa bir səhifəsinə girib köçürmək istəyib. Və yaxud da ki, ChatGPT-yə girib buradan köçürüb. Burada hamısı qeyd olunur. Ona görə bu məsələyə diqqət eləyin, qətiyyən köçürməyin. Başqa uşaqlar, bu qədər mənim sizə imtahanla bağlı deyəcəklərim. İmtahan nəticəsi də burada qeyd olunub və bu nəticə avtomatik olaraq valideynin WhatsApp-ına da göndərilir. Bundan sonra bildirişlər bölməsi var ki, burada hər hansısa bir bildirişə daxil olub, siz özünüz haqqınızda bildirişləri görə bilərsiniz. Tamam. Bax, avtomatik olaraq imtahana girdiniz. Burada sistemdə avtomatik olaraq bir imtahana girdiyinizi göstərib və ümumi olaraq 29 iyunda olan, yəni aktivləşdirdiyimiz 29 iyun tarixli imtahan 2 bal aldığımızı göstərir. Bütün nəticələrə deyə baxdığımızda isə hal-hazırda bir dənə isim var deyə başqalarına baxa bilmirik. Bu qədər. Sualı olan var mı uşaqlar?